Termal görüntü vasitəsilə mən radiatorun isinməsini göstərəcəm. Adam deyir ki, mən necə eləyim ki, kombidən çıxan su geri qaydanda soyumasın. Dostlar salam, sizi Ağşəhərdən, Sahil Rezidensiyadan salamlayıram. Bu mənzildə bütün mühəndis sistemlərini biz montaj eləmişik. Elektrika daxil və bu gün mən qazanxananı işə salmağa gəlmişəm. Çünki qazı təzəlikcə veriblər. Müəyyən işlərlə sizi qismən də olsa tanış edəcəm. Amma bir neçə müddətdən sonra 2-3 həftəyə bu mənzil haqqında ümumi icmal olacaq. Çünki burada dizayn, elektrika, santexnika, kafel işləri çox möhtəşəmdir. Çox fərqli yanaşma var burada və hər şey çox incəliklə düşünülüb. Getdik. Bu da bizim qazanxanamız. Bax, başlayaq buradan. Burada soyuq su giriş qrupudur. Əlavə ventil qoymuşduq, deməli, su sızma sistemi üçün. Amma o fikirdən daşındıq. Bura ventil quraşdıracaq. Ventilin şəkli budur. Çin istehsalıdır. Bax, görə bilərsiniz. Ventil onun elə bil ki bazasıdır. Bu da su sızma sensorlarımızdır. Batareya ilə işləyir. 6 ədəddir. Yəni quraşdıracaq. Evdə su sızması baş verərsə evə daxil olan ümumi soyuq su bağlanacaq. Yəni təhlükəsizlik. Həm mənzilin təmiri məhv olmasın, həm də qonşunun su basmasın və onun təmirinə pul xərcləməyək. Burada soyuq su xəttləridir. Yəni hamamlara gedir, isti su xəttləri və s. Burada maraqlı bir şey yoxdur. Bu boilerin təhlükəsizlik qrupudur. Burada yerləşdirmək olmur. Resirkulyasiya sistemimiz radiatorlarımız olduğuna görə burada maqnitli filtr də qoymuşuq. Bu maqnitli filtr 22 mm bağlantı ilə olduğuna görə baxa bilərsiniz ki, burada 22-lik misdən istifadə eləmişik. Sonra onun fittingidir, yivə keçirdi, presə keçirmişik. Bunun da altı belə görsənir. Sonra da özünün manometri var. Təbii ki, elektron manometr də var. Manometr, drenaj xəttləri, yəni buradan qazanı boşalda bilərik. Mən bura görsənəcək yoxsa yox. Burada da qaz girişimiz var. Təzyiq reduktoru, hidrozərbə amortizatoru və s. İndi mən nə etməliyəm? Mən qazanı işə salıram. Servis bunu qazsız gəlib, bunun ilkin tənzimləmələri var da, eləyib. Mənim işim ancaq qalır toka taxmaq və düyməni vurmaq. Və budur, proses getdi. Aktuatorlarımız düşdü aşağı. Bu da o deməkdir ki, bizim dövriyyəmiz getdi. İsidilən döşəmədə artıq dövriyyə gedir. Burada isə cəmi 1, 2, 3 dənə otaq açıqdır. Termal görüntü vasitəsilə mən radiatorun isinməsini göstərəcəm. Bu, deməli, diagonal qoşulub. Görə bilərsiniz, çarpaz qoşulmuş radiatordur. Bizdə bütün radiatorlar burada yalnız bu üsulla qoşulub. Radiatorun isinməsini siz videonun içində görəcəksiniz. Bir şey demək istəyirəm. Radiatorun hər tərəfi eyni şəkildə isti olmalıdır kimi belə bir şey yoxdur. Bunu sizə hansısa usta desə ki, radiatorun hər yeri eyni şəkildə isti olmalıdır. Daha doğrusu, o ustanın yola salın, getsin. Radiatorun gediş və dönüş xətti arasındakı temperatur fərqi nə qədər olmalıdır? Radiator sistemlərində giriş və dönüş xəttləri arasındakı temperatur fərqi adətən 10 ilə 15 dərəcə Selsi arasında olur. Köhnə sistemlər üçün bu fərq təxminən 15-20 dərəcə Selsi, lakin daha müasir sistemlər üçün 10 ilə 15 dərəcə Selsi ideal hesab edilir. Yəni, ümumilikdə fərq təxminən 12-15 dərəcə Selsi arasında olmalıdır. Yaxşı, bu dərəcə fərqi az olarsa nə baş verir? Bu nədən xəbər verir? Əgər bu temperatur fərqi çox az olarsa, deməli su radiatorun içində kifayət qədər istilik ötürmür. Bu, radiatorda axının çox sürətli olmasından, balansızlıqdan və ya nasosun çox güclü və ya zəif işləməsindən qaynaqlana bilər. Nəticədə otaq tam isidilməz, enerji sərfiyyatı səmərəsiz olar və radiatorun ümumi effektivliyi düşər.
Buradan belə qənaətə gəlir ki, radiatorun üst hissəsi və alt hissəsi eyni temperaturda ola bilməz. Bəli, tam olaraq. Radiatorun üst hissəsi və alt hissəsi fərqli temperaturda olmalıdır ki, istilik düzgün paylansın. Əgər eyni olursa, bu axının balansız olduğuna, istiliyin tam ötürülmədiyinə və sistemin səmərəsiz işlədiyinə işarədir. Təşəkkür. Əlbəttə, çox sağ ol. Hər hansı başqa sualın olsa, yenə də məmnuniyyətlə kömək edərəm. Radiator istilik itirmək üçündür. Radiator suyu bax bu daxildə görürsüz boru vasitəsilə su buradan keçir. Bu çox kiçik diametri var bunun. Təxmini bunun içi hardasa bir 20 mm olar da bax belə bir şeydir. Görürsüz? Bunun üstünə əlavə olaraq bu çıxıntıları nəyə görə verirlər? Yəni bunu bilən adamlar bilir, deməyə ehtiyac yoxdur. Bu çıxıntıları eləyirlər ki, bu borunun üst səthini çoxaltsınlar ki, o istiliyi daha çox versin. Və görürsüz, avtomobil radiatorunun içində də görürsüz belə xırda-xırda şeylər olur. O da onun üçündür ki, yəni o boruların səthini çoxaltsınlar. Səth çoxaldıqca səthdən deməli ayrılan istilik də çoxalır ki, tez soyusun. Burada da radiatorun vəzifəsi otağı qızdırmaqdır. Yəni otağı, daha doğrusu özünü isitmək deyil, otağı isitməkdir. Buna görə radiatorun üst hissəsi ilə alt hissəsində 20 dərəcəyə qədər fərq ola bilər. 20 dərəcədən çoxdursa, okey, onda sizin sisteminizdə tutulması var, yəni hardasa zibil var, tutulub, filtr tutulub, ya da dövriyyə zəif gedir. Bu yaxınlarda bir rəy görmüşdüm, bilmirəm öz videolarımın altında, ya kimsə başqa adamın videolarının altında. Adam deyir ki, mən necə eləyim ki, kombidən çıxan su geri qaydanda soyumasın. O necə yəni? O əgər gedən su soyumadan geri qaydacaqsa, yəni sənin evində istilik itkiləri yoxdur. Belə minimumdur, sıfırdır. Sıfır olmur istilik itkisi. İstilik itkisi nə qədər az olsa da var. Yəni bu kombi sistemi, yəni evi qızdırmaq üçün nəzərdə tutulur. Bu da isti suyu göndərirsə, isti sudan enerji ayrılır, bizim otaq qızır, su da soyuyur, geri qayıdır, təzədən qızdırılır, göndərilir. Yəni necə yəni geri qayıdan su soyunmasın. Söndür kombini, çıxart tulla. Yəni ona görə də radiator yəni həmişə üstü ilə altı fərqlənməlidir. O an ola bilər ki, isti olsun ki, otağınız həddindən artıq istidir, radiator istilik ayıra bilmir, onda onun demək olar ki, altı ilə üstündə 2-3 dərəcə temperatur fərqi olacaq. Amma belə cəfəngiyyatlara dostlarım inanmayın. Bir də demək istəyirəm ki, radiator altdan qoşulma, çarpaz qoşulma, ya bir yandan qoşulma, hər 3 sxemin yaşamağa haqqı var. Sadəcə indi orada faiz nisbəti var ki, hansı daha effektivdir. Ona görə də yəni bunun üçün bəzi rəylərdə də görürəm ki, insanlar deyir ki, hər ustanın ağlına bir şey gəlib. Qardaş, hamınız mobil telefon işlədirsiniz də. Götürürsünüz, yazırsınız bunu Google-da ki, ən düzgün, ən effektiv qoşulma nədir? Google-da sizə variantları şəkil formasında verir, yazılı formasında, standartlar formasında verir. Yəni bunun üçün ali təhsilin olmağı ehtiyac deyil də. Yəni klaviatura işlətmək lazımdır. Yəni bu qədər o rəyləri yazan adamlar bu qədər yəni bacarıqsızdır ki, bir axtarış sistemindən istifadə edə bilmirlər. Qazan işləyir. Bu bizim radiatorumuzun termal görüntüsü. Bu növbəti radiatorumuz. Burada bizim kondisioner sifonumuz var. Görə bilərsiniz, kondisioner buradadır, sifon da buradadır. Keçirik növbəti radiatora. Hər şey normaldır. Qapı açıqdır, burada soyuqdur. Deməli, burada bizdə nişan içindədir, belə bir dekorativ yerdədir. Bunu qabaqcana danışmışıq ki, altda boşluq saxlasınlar ki, konveksiya getsin. Və burada 3 dənə dəlik var.
Bura işləmir. Niyə görə? Çünki buranın termostatı hələ qoyulmayıb. Bütün radiator xətlərimizdə termostat var. Görə bilərsiniz, bu Chinon termostatı. Super görsənir də bu. Deməli, bax, bu bizim vertikal radiatorumuzdur və hər iki ventil altdan qoşulub, amma işləməyinə baxın. Görürsünüz, birinci seksiya istidir və istilik gedir yuxarıdan, bərabər şəkildə aşağı düşəcək. Niyə? Çünki burada sağdan birinci və ikinci seksiyanın arasında tıxac qoymuşuq ki, su oradan belə keçib getməsin də qalxsın yuxarı. Xüsusi tıxacdır radiator üçün. Alt qoşulma radiatorları çarpaz qoşulma edir. Yəni, son vaxtı görürəm ki, sosial şəbəkələrdən indi də ustalar alt qoşulmanı çarpaza dəyişirlər. Yəni, o işi kimlərsə alt qoşulma eləyir, dalıcında gəlirlər çarpaz qoşulmaya dəyişirlər. Nəsə, özləri bilər. Yəni, onu sökməyə ehtiyac yoxdur alt qoşulmanı. Götürürsünüz, radiatorun o keçidi var da, bax göstərim sizə. Bax bu, görürsünüz bu keçid. Bunu açırsınız, birinci radiatorla ikinci radiatorun arası görsənir. Ora bir istədiyiniz bir şeydən tıxac düzəldirsiniz. Təbii ki, paslanmasın, səs eləməsin, kip otursun orada. Yəni, nə bilim, götürün şampan tıxacını, ora salın ki, birinci seksiyanla ikinci seksiyanın arası əlaqə kəsilsin. Və salam eləncə, yəni deməli gediş podaça tərəfdən birinci seksiya ilə ikinci seksiyanın arasını qapayırsınız, olur yəni çarpaz qoşulma. Radiator sökmək, orada nə bilim boru aparmağa ehtiyac yoxdur. Yeri gəlmişkən bu radiator. Nəsə keçək, bilmirəm, hamamlar indiyə qızar-qızmaz hamamların döşəməsinə baxmaq istəyirəm. Hə, artıq görürsünüz ki, zəif də olsa konturları bilinir. Hər şey əladır. Borunun yeri bilinir. Burada hələ tezliklə bilinməyəcək. Dəhliz bütün istidilən döşəmədir. Çünki bura görürsünüz də bu kardon səriblər ki, cızılmasın. Bunun altı təbii mərmərdir. Kollektor sistemi bu cür görsənir. Bir də o birisi hamama baxaq və düşünürəm ki, bizim işimiz burada bitdi. Biz sadəcə, yəni məsələ o idi ki, istilik verməli idi bura. Borunun yeri görsənir. Bəli, dövr eləməyi görsənir, zəif də olsa. Burada da termostatımız var. Bir dənə buna baxın. Yəni, kafel deyirəm də sizə. Və bunu hər dəfə deməyə unuduram, dostlar. Video baxdınızsa, yəni təbii ki, əminəm ki, buradan hər hansısa bir lazımi məlumat əldə edirsiniz özünüz üçün. Yəni, onun qarşılığında zəhmət olmasa like qoyun, kanala abunə olun, rəy yazın, hər hansısa bir geri dönüş edin. Yəni, bu çox xoşdur. Həm baxışlarımı artırır. Təbii ki, baxışların artması da yəni, kanalın irəliləməsinə təkan verir. Ona görə də yəni, like, deməli, tənqid, tərif, nə bilim, nə istəyirsiniz yazın. Axır, yəni, kanalda bir aktivliyiniz olsun. Özünüzə yaxşı baxın. Yoxdur, qoy qalıb.